keçirik, bəzən diqqət belə etmirik. Amma bu sadə lövhə hesab etdiyimiz yol nişanları yolların əsl qəhrəmanlarıdır. Bəs ilk yol nişanları nə zaman və harda yaranıb? Biləcəksiniz. Ən qədim nümunələr Roma İmperiyası dövrünə, yəni təxminən 2000 il əvvələ aiddir. O zamanlar yolların kənarında daş sütunlar qoyulurdu. Onların üzərində isə növbəti şəhərə qədər olan məsafə yazılırdı. Amma müasir mənada yol nişanları avtomobillərin yaranması ilə formalaşmağa başladı. Belə ki, 19-cu əsrin sonlarında Avropada avtomobillərin sayı artdıqca sürücülərin istiqamətini tapması üçün qrafik nişanlara ehtiyac yarandı. İlk rəsmi yol nişanları isə 1909-cu ildə qəbul edildi. Belə ki, Almaniya, İtaliya, Fransa və Belçika bir araya gələrək 4 əsas yol nişanını müəyyən etdilər. Zaman keçdikcə bu sistem beynəlxalq miqyasda inkişaf etdi. 1968-ci ildə isə Viyana Konvensiyası qəbul olundu. Bu sənəd sayəsində dünyada yol nişanları vahid normada təsdiqini tapdı. Məhz Azərbaycan da bu standartlara əsaslanır. Yol nişanları təkcə qayda deyil, həm də təhlükəsizlik dilidir. Belə ki, onlar həm sürücünü, həm piyadanı qoruyur, həm də yolları daha nizamlı edir. Unutmayaq, yol nişanlarına əməl etmək cəza qorxusundan deyil, həyat sevgisindən irəli gəlməlidir.